Son neçə gündür ki, dırnaqarası bəzi jurnalistlər tərəfindən bəzi şəxslərdə olmaqla həmçinin sosial şəbəkə platformalarında Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov cənabının barəsində Axundla bağlı yalan və böhtan xarakterli fikirlər bildirilər. Biz də bu məsələ ilə bağlı istədik ki, Qazax rayon Əlillər Cəmiyyətinin sədri Rafiq Akifoğlu'nun fikrini öyrənək. Belə ki, Akifoğlu bildirib ki, mən dəfələrlə Rəcəb Babaşov cənabının yüksək səviyyədə insani keyfiyyətə malik olan şəxsiyyət olmağı ilə bağlı, dövlət siyasətini yüksək səviyyədə icra edən rəhbər olmağı ilə bağlı ölkə başçısı İlham Əliyev cənabının diqqətinə çatdıraraq təşəkkürlər etmişəm ki, nə yaxşı ki, Rəcəb Babaşov kimi insanı bizim rayona rəhbər təyin edibdir. Sözügedən məsələyə gəlincə qeyd edim ki, nəzərdə tutulan şəxslər dövlətin əleyhinə olan insanlardır, çalışırlar ki, Rəcəb Babaşov kimi insanları rəhbərləri ölkə başçısının gözündən salsınlar yalan və böhtan xarakterli sözlərlə, bu da Rəcəb Babaşova təsir edəcək. Dəyərli izləyicilər, Akifoğlu'nun fikirləri ilə bizlər də tam razı olaraq qeyd edək ki, sözün əsl mənasında Rəcəb Babaşov elə bir insandır ki, sözlə ifadə etmək çətindir. Bizlər də hər zaman fəaliyyətində uğurlar diləyirik Dirəç TV.